Yağışlı bir bazar günündən sizi salamlayıram. Bunun sadəcə istirahət vloq olduğunu düşünürsünüzsə yanılırsınız. Çünki günün ilk yarısı yağış və küləklə boğuşaraq işə gəlib çatıram. Günün ilk yarısı seanslarım və bəzi yazı işlərim var. Ona görə də bu bazar gününü müəyyən qədər işə ayırmışam. İllərdir insanlarla çalışdıqca bir məsələni aydın görürəm ki, insan ən çox özünə irtələyir. Halbuki bu həyatda bizim ən dəyərli xəzinəmiz məhz elə özümüzük. İnsanlar bir yerdən sonra bunun fərqinə varıb seans üçün addım atır və özlərinə yatırım edirlər. Seans otağı yalnızca danışıqların aparıldığı yer deyil. İnsanların özləri ilə üzləşdiyi, problemlərinin həll yollarına, özlərinə ayna tutduqları bir yerdir. İşlərim bitəndən sonra günün ikinci yarısı başlayır. Biraz uzaqlaşıb növbəti həftə enerji toplamaq istəyirəm. Ona görə də günümü biraz sehr ilə tamamlayıram. Tanış bir hekayənin içində itərik.